Bugün Bilim Quba Mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur. Mərkəz Asan Xidmətin İnnovasiyalar Mərkəzinin Bilim Azərbaycan layihəsi çərçivəsində fəaliyyət göstərir. Quba Asan Həyat kompleksində yerləşən mərkəzdə təbiət elmləri, riyaziyyat, astronomiya, kosmos və aviasiya, həmçinin dizayn laboratoriyaları fəaliyyət göstərir. Hər bir laboratoriyada eyni vaxtda 20 nəfər olmaqla ümumilikdə 80 şagird təlimlərdə iştirak edə bilər. Mektep gruplarının, hafta sonu gelen eğitim gruplarımızın sürekli eğitimleri devam etmektedir. Bu süreç içerisinde amacımız, hedefimiz Quba'da eğitim vermediğimiz milli teknoloji hamlesi yolculuğunda bilim ve teknoloji noktasında eğitim vermediğimiz çocuk kalmayacağına kadar çalışmalarımıza devam edeceğiz. Ötən müddət ərzində mərkəzdə təşkil olunan müxtəlif istiqamətli tədbirlərdə fərdi olaraq 3000-ə yaxın uşaq, məktəblərdən isə 2000-dən çox şagird iştirak edib. 20-dən çox fərqli layihəyə isə 6000-ə yaxın şagird və valideyn qoşulub. Ümumilikdə Bilim Quba Mərkəzinin fəaliyyətlərindən yararlanan şagird sayı 11300 nəfərdən çoxdur. Burada gəldiyimə görə çox xoşbəxtəm. Burada müxtəlif kodlar öyrənirik, müxtəlif robotlarla işləmişəm. Proje şənliklərimiz olub, birinci yer tutduqlarım da olub və burada keçirdiyim vaxtdan çox məmnunam. Öncəliklə onu deyim ki, DNEP məktəbindən 1000 nəfər şagirdin içərisindən imtahan nəticəsi ilə seçilmişik. İnşallah imtahanlarda iştirak edib ölkəmizi layiqincə təmsil edərik. Burada gələcəyin tələblərinə uyğun layihə əsaslı və problem yönümlü təhsil yanaşmasını tətbiq edən DNEYAP texnologiya proqramı da həyata keçirilir. 2025-ci ilin aprel ayında Qubada təşkil olunan seçim imtahanında 1000 şagird arasından seçilən 80 nəfər sözügedən proqramda təhsil almaq hüququ qazanıb. Bu çərçivədə şagirdlər 11 fərqli mövzu üzrə texnologiya və layihələrin inkişafına əsaslanan təlimlərə cəlb olunublar. Bilim Azərbaycan layihəsi 2021-ci ilin 23 sentyabrında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu arasında imzalanmış anlaşma protokolu əsasında həyata keçirilir. Məqsəd 6-14 yaş arası uşaqlarda elm, texnologiya, sahibkarlıq və innovasiya sahələrinə marağı artırmaq, onları 21-ci əsrin tələblərinə uyğun bilik və bacarıqlarla təmin etməkdir. Layihənin ilk nümunəsi olan Bilim Bakı Mərkəzi 2022-ci ilin 28 mayında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın və Nobel mükafatı laureatı Professor Əziz Sancarın iştirakı ilə istifadəyə verilib. YouTube kanalımıza abunə olun.